Mən həmişə demişəm ki, cənnəti bu dünyada qazanan bizim mərd oğullarımız var. Daha doğrusu, dünyasını dəyişsə də, onlar bizim qəlblərimizdə yaşayır. Məhz bu videonu da 5 gün bundan öncə Səlyan rayonunda yol qəzasında dünyasını dəyişmiş, əslən Neftçala rayonunun Xıllı qəsəbəsində olan Zeyqəm İbrahimov üçün çəkirəm. Allah rəhmət eləsin, ruhu hər zaman şad olsun, yaxınlarına, ailəsinə səbir diləyirəm Allahdan, qəni-qəni. Mən bir tərəfim Neftçalı olaraq, mən bu günləri qulaqlarım nesləvərinə şahid oldum ki, onun bu yaşam həyatında, 37 illik yaşam həyatında elədiyi yaxşılıqları mən qulağımla eşitdim. Hətta 10 ailəyə belə yardım göstərilmiş, köməklik göstərilmiş. Ruhun şad olsun əziz qardaşım. Səni heç vaxt unutmayacağıq.